İndi sən sünni, sən şiəsən. Əhlüsünnə. Əhl-i sünnəsən, gözəl. Mənə bax, bu əhl-i sünnə olmağın sənə o avantajı verir ki, sən İslam fiqhini klassik şəkildə qəbul edirsən. Yəni kütüb-i siddiyə ilə eyni mexanizmada, düz? Bəli, bəli. Diyanət İşləri Bakanlığı, Türkiyə Diyanət İşləri Bakanlığının təqdim elədiyi ilə qəbul edirəm. Əhsən. Türkiyə Diyanəti təqdim edir, Səhih Buxarini səhih olaraq qəbul edirsən. Bəli, bəli. Əhsən. Eyni Diyanət İşlərinin yayınladığı Quran da var, tərcümə olunmuş. Düzdür, qəbuldur. Bəli, bəli. Hə, indi həmin Quran sənə müsəlman olmuş bir pornoslara bacı deməyi tələb edir. Qəbul edirsən. Pornosları həmişə o sualı verirsə, bütün debatlarda o sualı verirsə. Məsələn, bütün debatları hamısını izləmişəm. Baldırdan tutmuş, nə bilim, pornoslardan tutmuş, nə bilim. Suala cavab ver. Onları yer edib, onları o məsələ açıq olaraq qalır. Mən onu gedib hoca ilə məsləhət Sualıma cavab ver. O barədə İslam araşdırma hüququna və İslam şəriətinə görə tövbə eləmiş, imana gəlmiş, müsəlmanlığı qəbul eləmiş bir kim olursa olsun sənin üçün din qardaşıdır, din bacısıdır, düz? O elədir, bəli. Hə. İndi sualıma cavab ver. Bu eyni zamanda pornoslar olsa. Bu din bacısıdır. Din bacısıdır. Birincisi o din bacısı olaraq qəbul edirsən. Azərbaycanda da var ki, başqa ölkələrdə başqa işlər görürlər. Sualıma cavab ver. Qəbul edirsən, eləmirsən. Yox, onlar da onu qəbul edən deyəndə ki, o yenə deyir, o açıq qalır məsələn. Məsələ açıq qalır. Açıq qala bilməz. Bu bir əmr ayətidir, hökm ayətidir, Tövbə surəsi ilə sabitdir. Müsəlmanlar bir-biri ilə qardaşdırlar. Pornoslar Azərbaycan vətəndaşı, deyirlər Azərbaycanlısan, o da Azərbaycanlı. Pornoslar nədir? Qonşumdakı bir məhəllədəki bir qaqaş belə mənim qardaşımdır. Hər kəsə salam dəyərli dinləyicilər. Bugünkü podkastımızda yenə bizim məşhur, yorulmaq bilməyən, fəlsəfə və elmlə yola çıxıb yarı yolda maşının mühərriki yanan ateist qəhrəmanımız Çevikdən danışacağıq. Amma bu dəfə o elmi və fəlsəfəni tamamilə bir kənara atıb açıq şəkildə şoumenliyə, küçə səviyyəli intim söhbətlərə keçid edib. Ay aman, Çevik bəyin intellektual degradasiyası artıq pik həddə çatıb. Kosmologiyadan, kvantdan, fəlsəfədən cavabını alıb küncə sıxılandan sonra adam başlayıb vulqar, marjinal məsələlərdən yapışmağa. Atalarımız necə gözəl deyib, keçəl suya gedməz, getsə də təmiz gəlməz. Öz elmi acizliyini örtbasdır etmək üçün indi də dindar oponentinə psixoloji bir tələ, ingilislərin sözü olmasın, bir gotcha momenti qurmağa çalışır. Və inanın mənə, qurduğu o tələdə elə özü boğulur. Gəl o tələnin məzmununu xatırladaq. Çevik böyük bir pafosla, sanki 1000 illik bir paradoks tapıbmış kimi soruşur. Quran deyir ki, bütün müsəlmanlar qardaş bacıdır. Əgər bir porno ulduz tövbə edib İslama gəlsə, sən ona öz bacın deyəcəksənmi? Qafqazlı, Azərbaycan kişisi olaraq bunu qəbul edəcəksənmi? Bax bu bəsit, miskin fəlsəfənin adını mən sənə deyim. Məntiqdə buna yalancı dilemma və eyni zamanda söz oyunu, yəni fallacy of equivocation deyirlər. Çeviyin burada məqsədi haqqı, həqiqəti tapmaq falan deyil. O sadəcə müsəlmanı iki pis vəziyyət arasında sıxışdırmaq istəyir. Öz ağlına görə düşünür ki, əgər müsəlman, yox mən ona bacı demərəm desə, Çevik dərhal qışqıracaq ki, aha, sən Quranın Hucurət surəsini inkar etdim, deməli din yalandır. Yox, əgər bəli deyərəm desə, bu dəfə də bizim liberal ateistimiz birdən-birə mentalitet keşikçisinə çevrilib, baxın buna, bu adam porno ulduza bacı deyir, qeyrətsizdir deyə cəmiyyət içində stigma vuracaq. Çevik bəy şahmat oynamaq istəyir, amma bilmir ki, atı hara gediş edir. Elə birinci söz oyunu xətasından başlayaq. O qəsdən bacı sözünün bioloji mənası ilə teoloji mənasını bir-birinə qatır, eləmi? Tamamilə. Ay bədbəxt, bioloji bacı qardaşlıq nədir? Eyni anadan, atadan doğulan, eyni evi bölüşən genetik qan bağıdır. Quranın Hucurat surəsi 10-cu ayədəki uxuvvətül İslam, yəni möminlər ancaq qardaşdırlar ifadəsi isə hüquqi və mənəvi bir statusdur. Bu o demək deyil ki, Afrika meşəsindəki bir müsəlman sənin bioloji doğman olur, onu evə gətirib ailənə qatmalısan və ya o sənin ailə şərəfini təmsil edir. Dini qardaşlıq və ya bacılıq o şəxsin malının, canının toxunulmaz olması, ona zülm edilməməsi və eyni inancı bölüşmək deməkdir. Müsəlmanın cavabı çox sadə olmalıdır. Bəli, İslam hüququnda o mənim din bacımdır, lakin bioloji ailəmin üzvü deyil. Ay Çevik, Avropada kilsədə xristianlar bir-birinə sisdir, yəni bacı deyəndə eyni atadan olurlar. Küçə jargonundakı mənim namusumdur mənasına çəkib, güya dini çürüdür. Çürüyən sənin məntiqindir. Elə əsl bu məsələnin çox daha böyük və möhtəşəm bir tərəfi var. Tövbə mexanizmi. Çevik fərqində olmadan İslamın ən böyük humanist qanunlarından birinə hücum edir. Ay sağ ol. Tabula rasa, yəni ağ vərəq prinsipi. İslamın gözəlliyi buradadır. Peyğəmbərimiz səhih hədisdə buyurur, günahdan səmimi tövbə edən şəxs heç günah işləməmiş kimidir. Fərqi yoxdur. Sən qatil olmusan, ateist olmusan, yoxsa cinsi istismar sənayesinin o bataqlığın qurbanı olmusan.
əgər bir insan səmimi qəlbdən peşman olub uca yaradıcısına qaydırsa, yeni və təmiz bir həyata başlayırsa, Allah onu bağışlayır. İndi sənə sual verirəm. Əgər kainatın Rəbbi, mütləq mərhəmət sahibi olan Allah o qadını bağışlayıb təmizə çıxarırsa, sən kimsən ki, ey bəsit, aciz insan, onu keçmişinə görə qınıyırsan? Çevik öz qəddar, materialist fəlsəfəsi ilə insanın alnına ömürlük ləkə vurur. İslam isə ona yenidən doğuş şansı verir. İslam tarixində Peyğəmbərin ən sevdiyi əmisi Həzrəti Həmzəni vəhşicəsinə öldürən vəhşi sonradan İslama gələndə səhabələr tərəfindən qardaş kimi qəbul edilmədimi? Edildi. Çünki İslam qaranlıq keçmişə deyil, işıqlı islahata daxır. Bəs məsələnin digər tərəfi, Çevikin və ümumiyyətlə bu liberal ateistlərin dəhşətli dərəcədə ikiyüzlü olması. Riyakarlığın zirvəsi. Dinləyicilərimiz çox diqqətlə qulaq assın. Normalda bu liberal ateistlər, sekulyarlar internetdə nəyin təbliğatını aparırlar? Ay insanları cinsi seçimlərinə görə, peşələrinə görə qınamayın, seks işçilərinin hüquqlarını qoruyaq, keçmişinə görə kiməsə stigma vurmayın. Yalan deyirəm. Bütün gün bununla fəxr edirlər. Amma məsələ İslamı, dindarı vurmaq olanda qəfildən bizim progressiv Çevik bəy çevrilir olur ən radikal, ən mühafizəkar patriarxal küçə qağası. Qəfildən porno ulduz ifadəsini iyrənc bir məfhum kimi istifadə edir ki, müsəlmanı alçaltsın. Əgər sənin fəlsəfənə görə bu peşə sadəcə bioloji fəaliyyətdirsə, niyə bunu silah kənədib stigma vurursan? Dindarı qalib gəlmək üçün öz inandığın fəlsəfəni, öz prinsiplərini tapdalayırsan. İntellektual fahişəlik elə budur. Atalar demişkən, oğrudan doğru ummaq olmaz. Gəldik o son məsələyə. Biz Qafqazlıyıq, Azərbaycan kişisiyik. Dini mentalitetə tabe etmək cəhdi. Çevik dərk edə bilmir ki, İslam, ya istənilən mütləq həqiqət iddialı din, ərəblərin, Qafqazlıların fərqi yoxdur. Hansısa xalqın tok egosunu, kişilik qürurunu tumarlamaq üçün gəlməyib. Əksinə din, o qüsurlu, qəddar, təkəbbürlü mentalitetləri islah etmək, qırmaq üçün gəlib. Əgər Qafqaz mentaliteti tövbə edib, bataqlıqdan çıxıb Allah yoluna gələn bir insana mürdar kimi yuxarıdan aşağı baxmağı əmr edirsə, İslam o mentaliteti ayaqlar altına atır. İslamda ən üstün insan Qafqazlı olması ilə yox, təqvası ilə, əxlaqı ilə, Allaha bağlılığı ilə ölçülür. Hücurat 13-cü ayə bunu qışqırır. Sən mərhəməti, bağışlamağı bacarmırsansa, nəyin Qafqazlısı, nəyin kişisisən? Möhtəşəm. Çevikin qurduğu o bəsit, söz oyununa hesablanmış tələni öz başında necə də birdıq? Yekun olaraq deyə bilərik ki, əgər bu debatda elmi və teologiyanı bilən birisi olsaydı, cavabı necə olardı? Cavabı çox kəskin və qürurla olardı. Deyərdi ki, ay Çevik, sən günah bataqlığına düşmüş qadına alnında ömürlük ləkə olan bir əşya kimi baxırsan. Çünki sənin materialist fəlsəfən qəddar və ümidsüzdür. Amma mənim dinim o qadına yenidən doğuş şansı verir. Və bəli, mən qürur duyduğum mentalitetimdəki zəifə sahib çıxmaq xislətini İslamla birləşdirərək tövbə edən o qadına bioloji deyil, mənəvi din bacım kimi hörmət edərəm. Sən isə ucuz küçə mənzərələri ilə məni öz təkəbbürlü və riyakar düşüncənə çəkməyə çalışırsan. Amma İslamın mərhəmət fəlsəfəsi sənin o cılız tələni darmadağın edib. Çox sağ olun, hörmətli dinləyicilər. Gördüyünüz kimi, argumenti bitən adamlar həmişə manipulyasiyaya və duyğu istismarına qaçırlar. İslamın həm mantiqi, həm də mərhəməti hər cür şovmenlikdən üstündür. Növbəti rasional müzakirələrdə görüşənədək.